Herkese selam dostlar. Yepyeni Free Fire videomuza da hoş geldiniz. Dostlarım, bu dəfəki videomuzda ID puanlama olacaq. Siz ID puanlama serisini həddindən artıq çox bəyənirsiniz, like edirsiniz. Ona görə bu dəfəki serini long versiyon edəcəm. Yəni bütün ID-ləri incələyəcəyik. Düzdür, mənim üçün biraz çox olacaq. Hardasa 60-a yaxın, hətta bəlkə də 60-dan çox ID olacaq. Amma eybi yox, problemi yoxdur. İzləyicilərim üçün bunu da eləyərəm. Hazırsınızsa gəlin başlayaq. Amma başlamazdan öncə sizlərə günün sualını təqdim etmək istəyirəm. Free Fire'da ən güclü yelek səviyyəsi neçənci səviyyədir? Bilən varsa kommentlərə buyura bilər. İndi isə keçək videoya. Videoya başlamazdan öncə kanala abunə olub videolara like atmağı unutmayın. Əgər bu seriyədə ən az 300 like gələrsə, bu serinin davamını gətirəcəm. Hazırsınızsa gəlin başlayaq. Başlayırıq ilk aydımızdan dostlar. Aydilər çoxdan ona görə sürətli bir şəkildə keçid edəcəm. Like atdıqda dostumuzun nəyi var? Piratik adında bir oyuncudur. AK-si var. Deyəsən 3 ya 4 səviyyədir. 5 səviyyədə ola bilər əslində qalsam. Baxın, belə bir AK-si var. Mavi rəngdə. Kanunsusu var. Əla. İfadələrdən bir qəşəng xoşuma gəldi. Gözümə dəydi. Əla. Uşaqlar neçə verək buna? 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Speed Peak adında bir oyuncumuzdur dostlar. Aha, melek dinosu var, düşmə effekti var, McLaren'ı var, gülməsi var, əla pisliyi, dovşan dəsti var, gül ifadəsi var, qrup ifadəsi var. Əla da, yəni var ki var dostum, gəl boya paslara baxaq birinci. Aha, uğursuz lanet rozetində asılıb, neçəncə etdi bilən varsa kommentlərə buyura bilər. Neçə verək dostlar? 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Like at, problem yoxdur əzizim, 60-am. Uşaqlar, bu MP5-i hardan tapırsınız? Mən hələ də onu kəşf edə bilmədim. Yəni, deyəsən sirr olaraq qalacaq. Aha, çöl tutulması adında bir boya pasta açılıb, tanış gəlir. Əla pisliyi dostumuz 3 ədəd ifadəsini quşanıb. Neçə verək uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti aydımıza. Bu arada dostlar, videonun introsuna demək yadımdan çıxdı. Əgər kim ki ID-sini incələməyimi istəyirsə, elə bu videonun rəqisine öz ID-sini yaza bilər. Məmnuniyyətlə növbəti videoda incələyəcəyik. Növbəti aydımızı kopyalıb yapışdırırıq. Ağ adında bir oyuncumuzdur. Bu arada dostumuz rusca nəsə yazıb, ola bilmədim rusca nə yazıb. Deməli, gəlş effektin əla, yəni gəlş effektdə söz ola bilməz. Ağ saçım var. Mələk pantolonunun deməli köynəyi var, üst geyimi var. Əla da, yəni pis deyil dostum, atölyelərdən görürəm burada. XM8 Evo görürəm, əla pis deyil. Neçə verək uşaqlar? 10 üzərindən 7 gələr. Keçək növbəti aydımıza. Vıvı Ako. Deməli dostumuz ifadələrindən burada bəziləri deməli old ifadədir. Əla S10'un var, mələk şalvarım var. Var ki var dostum, qəşəng hesabdır. Qəşəng hesabda old da özdə. Neçə verək uşaqlar? 10 üzərindən 7 gələr. Keçək növbəti aydımıza. Bu Azərbaycanlı adına oxşamıyor dostum, elə bir özbək oyuncusudur. Ay yo, Azərbaycanlıymış, Quliyev soyadından gördüm. Yaxşı, bu TikTok səhifəsini qoymaq özəlliyi var burada. İfadələrindən 2 ədəd var, əla pis deyil dostum, neçə verək uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti aydımıza. Dostumuz desən hesabı yeni açıb, dostum sənə məsləhət Battle Royale girərək rankı artır, rankın artdığı müddətdə də eyni zamanda səviyyən də artacaq sürətli bir şəkildə. Yəni yeni oyuncuya belə bu şəkildə, yəni daha doğrusu məsləhət verə bilərəm. Yəni çalışın rank asın, əgər yeni oyuncusunuzsa, bacardığınız qədər rank asın. Adi oyunlardan uzaq durun ki, hesabınız sürətli bir şəkildə böyüsün. Çünki indiki dövrdə artıq belə deyək də 60 səviyyədən aşağı olan hesablara, yəni elə də güclü hesab adı ilə baxmırlar. Hesabın içində çox şey olmasa, belə deyək də hətta hesabın içərisində heç nə olmadığını görsələr belə, ən azından səviyyəsinə baxıb belə deyək də güclü oyuncu olduğunuzu təsdiqləyə bilirlər. İndiki oyuncuların çoxsu elədir. Neçə səviyyə olub olmadığına baxırlar. 60 səviyyəni keçib keçmədiyinə baxırlar. Nəysə, baxaq hesabın içərisindəkilərinə. Belə yığa bildiyi paltalar yığıb. Neçə verək uşaqlar? 10 üzərindən 4 gələr. Keçək növbəti aydımıza. Hədəf 300. Azılı Astro sevilirsən abi. Təşəkkür edirəm məzun. Bu arada dostlar, baxın, bu şəkildə mənim adımı profilində yazanlar və ya mənim kanalımı reklam edənlər profildə. Məsələn, Azılı Astro YouTube kanalına abunə olun. Baxın, bu tərz və ya Astrofan, belə bir şeylər yazsaz, məndən əlavədən belə deyək də, xal qazanmış olursunuz. Düz gətirdim də, mən niyə burada çaşdım? Nəysə, gəlin də hesaba baxaq. Belə bir shortikimiz var burada. Nə şey shortiklərim var dostum? Futbol shortikləri səhv eləmirəmsə, əgər kommentlərdə bildirə bilərsiniz. Qara gözümüz var. Əla da, yəni qəşəng. Gəl boya paslara baxaq. Sonuncu 2 ədəd boya pas asılıb. Hesabda yəni belə deyək də elit pas yoxdur, boya pas dövründə asılıb. Amma belə əla səviyyəyə yaxşı bir şəkildə gətirmisən. Sənə məsləhət, rankılı kas zaten kasırsan. Deməli burada mən usta 2 ulduz olduğunu görürəm. Əla pis deyil dostum. İnşallah səni daha böyük səviyyələrdə görərik növbəti ID incələmə videolarında. Nəysə, gəlin buna xal verək, neçə verək uşaqlar? Yumruq deseni falan var, onlara uyğun xal verərəm. 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Yəni sənə like atdım. Qızılı maskası falan var. Qəşəng maskadır bu arada. Bunu hardan almısınız? Əla. UMP sadə UMP-də, amma köhnə demək olar. Çünki düz yığışdırmır, mənə gəlir orada üretim yerine indi də almaq olur. Ona görə də köhnə sayılmaz. Yumruq deseni falan var. Əla. Pis deyil dostum. Əla. Deməli burada bir dənə Evo görürəm. Neçə verək uşaqlar?
10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Astro abi MP5 HD. Ayo, baxın uşaqlar. Bu əla mesaj idi. Bu əla mesaj. Bax bunu bəyəndim. Halal olsun. Astro abi MP5 HD alt dəfə qəhrəman olduqda verir. Dostlar, mən bildim qəhrəman olanda verir. Hardan alırıq? Yəni hamımız yazır Chicago. Qəhrəman olanda verir. Mən qəhrəman olmuşam. Zaten mən hər sezon qəhrəman oluram. Hətta ustaya qalxma bəzən strategiyamda olur, vaxtım olur. Ustaya qaçıram bir də görürsən. Yəni belə. Amma onu hardan alıram dostum? Yəni orada gördü, elə bildi ki, mən kommentləri oxumuram. Dostumuz bura bir mesaj olaraq buraxıb. Əla idi, əla şeydi, detal idi, bəyəndim. Dostumuz boya paslardan heç birini atmasa belə, ən azından kasıb, bacardığı qədər kasıb, bütün setlərini bura qoyub. Normalda 10 üzərindən 5 verəcəkdim dostum. Amma sən bura adımı yazdığına görə, hər halda mənim mesaj buraxdığına görə, əlavədən məndən bir xalda kazanırsan, 10 üzərindən 6 gələr. Əla, dostumuz bacara bildiyi qədər ifadələrini doldurub bura. Naruto kostyumu var. Bilməm, bunu otomatdan alınmadı, yoxsa otomatdan alınması dəyərlidir. Neçə verir uşaqlar? 10 üzərindən 5 verərəm mən. Keçək növbəti aydımıza. Dostumuz burada TikTok səhifəsini qeyd edib. Deməli 2 ədəd evosu var. Əla pisdir, 3 ədəd atölyesi var. Neçə verir uşaqlar? 10 üzərindən nə bilim 7 verərəm mən. Evolarda qəşəng evodur ona görə. Keçək növbəti aydımıza. Video çox uzun getdi, hələ bunu editləmək də var. Bu arada buna like atmışam deyəsən. Hələ də səhər atmışdım baxanda şeylərə. Hələ bunu editləmək var uşaqlar. Təsəvvür edin, mənim 3-4 saatım rahat buna gedəcək. Normalda bir video çəkməyə 30-40 dəqiqə vaxt gedir, amma onu editləmək inanın 3-4 saat vaxtım alır. Mənə deyirlər ki, YouTuber olmağa nə var? Mən də gəlib video çəkərəm oyunda, YouTuber olaram. Dedim, yaxşı, problem yoxdur, sən deyəndir. Amma o əslində qalsa işin arxa fonunu görmür o şəxslər, o hansı ki deyirlər ha, YouTuber olmağa nə var? Yəni heç özümə belə YouTuber adlandıra bilmirəm, çünki nə qədər də belə deyək də edit, montajı professional edəsəm belə, yenə də özümü yetərsiz hiss edirəm. Yəni hələ də yenə də özümü YouTuber kimi hiss eləmirəm. Amma mənə deyirlər ki, sən professionalsan, təşəkkür edirəm indi dəstəkçilərim də hər halda. Yəni mənə dəstək olurlar, mənə sevirlər, təşəkkür edirəm, mən də sizləri sevirəm əzizlərim. Bütün abunəçilərim, mənə dəstək olanlar hər biriniz ürəksiz. Amma yenə də deyirəm uşaqlar, YouTuber olmaq asan bir şey deyil. Yəni siz işin arxa fonunu görmürsüz. O şəxs sadəcə video çəkmir. O şəxs videonu belə deyək də əlində düzəldə bir əl işi olaraq sizlərə təqdim edir. Sadəcə siz, daha doğrusu bəziləri biz onları görməzdən gəlirsiniz. Yəni belə şey eləməyin dostlar. Nəysə, vaxt itirmədən gəlin hesabı puanlayaq. Qanunsuz var, elə birinci gözüm qanunsuz işdi. Qanunsuz xəstəsiyəm, amma mənim qismət olmadı o. Heyif ki, çıxarda bilmədim. Deməli, bu yapasdan bəziləri açılır, dostumuz ürəyi istəyən açıb. Uğursuz Lanet Rozeti dövründə açılıb. Bilən varsa kommentlərə yaza bilər neçənci editdir. Deməli, Kabus adında oyuncumuzdur. Daha doğrusu əvvəlcədən onu bildirməliydim. 3 ədəd evosu var, 1 ədəd düşmə effekti var. Əla, pis deyil dostum, neçə verək? Neçə verir uşaqlar? Bilmədim ki, mən qərarsız qaldım buna puan verməkdən. 10 üzərindən 8 verərəm. Bilmirəm, siz neçə verərdiniz? Keçib kommentlərə buyura bilərsiniz. Pis deyil, əla. Kombinli kuşanıb buradan. Əla. Neçə verək uşaqlar? 10 üzərindən 4 gələr. Keçək növbəti aydımıza. Qanunsuzun var, əla. Halal olsun. Deməli, yenə Naruto kostyumu var. Jujutsu Kaisen dövründən qalma kostyumu var. Əla, pis deyil. Neçə verək uşaqlar? 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. 3 ədəd Evo görürəm mən buradan. Amızı Astro sevilirsən. Dostum, mən amızı deyiləm, azlıyam. Ev yox, problem yoxdur. Əsas o da adımın özünü düz yazıb. Tağı səhv yazsan da olar, zaten heç bir klanda yoxam. Ona görə. Nəysə, gəlin baxaq uşaqlar, yumruq deseni falan var, 3 ədəd Evo var. Gəl baxaq, deməli. Elite Pass dövründə açılan hesabdır bu. Sushi Belası Rozeti adında bir Elite Pass'la açılıb. Pis deyil dostum, hesabın qaşaydı. Normalda 10 üzərindən 8 verəcəkdim buna. Sən mənim yenə, baxın, burada adımı yazmışsan deyə 10 üzərindən 9 gələr. Keçək növbəti aydımıza. Duygu Ayxan adlı bir oyuncumuzdur. Əla ifadələrini burada kuşanmışsan. Pis deyil dostum, gəl boya paslara baxaq. 3 ədəd boya pas asılıb burada. Qırmızı MPG, daha doğrusu pəmbə MPG-ım var. M4A1 desinin pis deyil dostum. Əla, yəni hesabı bazardan qədər yığmışsan. 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Pokes Gamer. Hesab bulunamadı. Uşaqlar buna aiddir. Bu hilədir. Bu paneldir. Bu artıq paneldir. Çox maraqlıdır uşaqlar. Bir də buna baxın. Bir də bunun boya, daha doğrusu edit paslarına baxın. Sakura rozeti var. Bəzi rozetlər yoxdur. Siz bir də bunun açdığı rozetlərin sayına baxın. Mahirdir. Əla qəşəng burada ifadələrini kuşan dostumuz. Neçə verək? 10 üzərindən 5 gələr. Keçək növbəti aydımıza. Azi Astroya abunə ol. Təşəkkür edirəm əzizim. Deməli, nə var? Yenə bilmədiyim həmin MP5 paltarlar dostumuz kuşanıb. Əla pis deyil. Normalda 10 üzərindən 5 verəcəkdim, amma sən mənim fanımsan deyə və burada reklam eləmişsən deyə mənim problemi yoxdur əzizim. 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Like edirik dostumuza. Dostum, burada profil desin yoxdur. Ona görə hardasa gələr 10 üzərindən 3. Ümid edirəm səni yüksək səviyyələrdə görürük. Sənə bir məsləhət, yenə o yeni başlayan oyuncudur çox böyük ehtimal. Bazardan qədər buyru dərəcəli oyna dostum. Rankı var artır ki, səviyyən sürətli bir şəkildə qalxsın. Keçək növbəti aydımıza. Axsas falan var, qəşəng qara joker var. Deməli 6 ədəd Evos var, 2 ədəd deməli burada atölyesi var. Pis deyil, neçə verək dostlar? 10 üzərindən 8 gələr. Keçək növbəti aydımıza.
Növbəti aydınız bu dostlar, Amızı Çiçəyin adlı bir oyuncumuzda, xanım oyuncusu çox ehtimal. Azılı Astro fanla təşəkkür edirəm. YouTube Pərviz fanla, 2 ədəd YouTuber'ın fanıdır. Təşəkkür edirəm dostum. Normalda 10 üzərindən 4 verəcəkdim buna. Amma sən mənim fanım olduğuna görə 10 üzərindən 5 gələr. Sənə məsləhət dostum, sən nə deyəsən, yeni başlayan oyuncusan, bacardıqın qədər Battle Royale oyna, BR dərəcəli, səviyyəni artsın, eyni zamanda hesabın inkişaf eləsin. Neysə, vaxt itirmədən keçək növbəti aydınıza. Hızlı panel adında oyuncumuzda qəşəng hesabdır. 2 ədəd yumruq deseni var, 2 ədəd mələk şalvar var. Qəşəng pis deyil dostum. Burada boya pasları falan yerləşdirməmsən, təəssüf olsun ki, ona baxa bilmirik. Belə 5 üzər, daha doğrusu 10 üzərindən 6 verərəm. Qəşəng hesabdır. Keçək növbəti aydınıza. Qəşəng gəliş effektim var dostum bu arada. Boya pasların bir hissəsini açmısan, halal olsun. Əla, 2 ədəd ev görürəm burada. Yumruq desenlərim qəşəngdir, möhtəşəmdir. Bunun niyə səsi yoxdur? Azaldırmışam. İfadələrdən 3 ədədini burada quşam dostumuz. Neçə verirəm? 10 üzərindən 8 gələr. Keçək növbəti aydınıza. Aha, baxaq hesaba. Bir ədəd yumruq deseni var. Yeni gələn aş yumruğu alıb. Deməli P90 desenimiz var dostlar. Evosu, P90 Evosu var. Əla, pis deyil dostum. Neçə verək? 10 üzərindən 5 gələr. Keçək növbəti aydınıza. Əla, qara gözün falan var. Ona görə xal gəlmək olar. 10 üzərindən 5 gələr. Keçək növbəti aydınıza. Aha, Aziya adlı oyuncumuzda boya paslarının çox hissəsini açıb, halal olsun. Əla yığırsan hesabı olsun, pis deyil, qəşəng. Əməlli başlı yatırım eləmirsən, 2 ədəd yumruq desenin var. 10 üzərindən 7 gələr. Keçək növbəti aydınıza. Köhnə oyuncudur bu arada. Neçə verək dostlar? Belə dəyərli paltarlardan görürəm içərisində, o dəyərlilərdən. 10 üzərindən 6 gələr. Keçək növbəti aydınıza. Astronun hesabına takip atın. Təşəkkür edirəm dostum. Baxın bu şəkildə reklam edirsən, halal olsun. Təşəkkür edirəm. Gəldi boya paslara, bir ədəd boya pas açılır, amma eybi yox, qəşəngdir. Bu dəfəki boya pas çox qəşəngdir həqiqətən. Biri keçən ayki, bir də bu dəfəki boya pas almağa dəyərmi? Bəli, almağa dəyər. Almaq istəyən varsa alsın, sonuncu saatlarda boya pasın. Deməli gəldik burada paltarlara baxırıq. İfadələrdən kədar normalda 10 üzərindən 5 gələrdi. Amma sən mənim fanımsan deyə 10 üzərindən 6 gələr. Keçək növbəti aydınıza. Hakim Max desən, ya alt səviyyədə, çox ehtimal alt səviyyədə. Çünki çox effekti görsənmir orada. Amma belə qəşəng hesabım var dostum. Əla. 10 üzərindən 7 gələr. Keçək növbəti aydınıza. Əla, qəşəng profildə yazıb edən. Bu dostlar, dilim dolaşdı bir dəqiqə. Bu arada dostlar, nəzərə çatdırım, artıq like eləyə bilmirəm, üzrlü sayəsiz, çünki bu günləri tədbindən artıq çox hesaba like atdım. Ancaq hesaba nəzər salmağa davam edəcəm, yəni like ataraq alınmayacaq. 2 ədəd evimiz var burada, 3 ədəd ifadəmiz var, qəşəng pis deyil. 10 üzərindən 6 gələr. Keçək növbəti aydınıza. Qaqa öpürəm, sağ ol, abunə olun tez. Nəsə anlamadım. Boya pasların bəzilərini açmısan, bəzilərini yox, amma eybi yox, qəşəngdir. Ən azından açmısan, xoşuna gələni açmısan, xoşuna gəlməyəni açmamısan. Deməli 2 ədəd evim var buradan. Allah, bilmədiyim o MP5 deseni. Yəni artıq bilirəm əslində qalsa, dostumuzun verdiyi mesaja görə. Nəysə, neçə verək uşaqlar? 10 üzərindən nə bilim 6 gələr. Keçək növbəti aydınıza. Hesab, yəni çox az müddət oynayıram. Əməlli başlı kasmısan hesabı. Düşmə effekti falan var. Əməlli başlı dostumuz pul yatırıb 4 ədəd evosu var. Qəşəng magnetli desenin də var. Neçə verim uşaqlar? 10 üzərindən 8 gələr. Keçək növbəti aydınıza. Təəssüf ki, eləyə bilmirəm dostum, artıq like limitinə çatmışam. MP5 desenidir, bəli. Bunun bənövşəyisindən məndə var, çox qəşəng desendir. Dostumuz quş desenlərini yığıb bura. Belə kombinə görə puan verəcəm, 10 üzərindən 7. Keçək növbəti aydınıza. Dalışdır bu arada dostumuz. AK desenin var 5 səviyyə, əla, da max olmağa heç nə qalmayıb. Biri 6 level, bir də 7 level. Deməli, bir ədəd parafalı var. Gəl boya paslarına baxaq, bəziləri açılır. Elit paslardan da Hayalet Ekip Rozeti adında bir elitdə başlayıb dostumuz. Mələk şalvar var, düşmə effekti, 2 ədəd düşmə effekti var. An94 atölye var, 10 üzərindən, neçə verim? 10 üzərindən 8 gələr. Keçək növbəti aydınıza. Deməli, 2 ədəd evimiz var, 2 ədəd atölyemiz var. Səhv eləmirəmsə bu AK-də atölye silahı olaraq gedir. Yumruğu var, divarı var, gülmə nə idi? Gül vermə ifadəsi var. Kanunsu var, əvvəl dostum, ya bütün hər şey var. Sadəcə çox maraqlı uşaqlar dostumuz. Buna cəmisi 37 səviyyədə nail olub. Yəni gör, hesab 70-80 səviyyə olanda nələr olacaq bunun içərisində, çox maraqlıdır. Halal olsun da, yəni dostum, əməlli başı doldurmusan hesabı, ona görə də buna da 10 üzərindən 8 verərəm. Keçək növbəti aydınıza. 8 dənə evosu var dostumuzun, əla. Bütün boya paslar olmasa da axırıncı bütün boya paslar açılıb. Elit paslar danışmağa tez oxu sapsarada Head Sport Rozeti adında bir deməli elit paslar açılıb. Bu arada dostlar, bunun 8 dənə evosu yoxdur, bunun 10 dənə evosu var. Burada da 2 ədəd buraya yerləşdirib, neçə verim dostum? 10 üzərindən 9 gələr. Keçək növbəti aydınıza. Maraq yoxdur, məncə də maraq olub, sadəcə oyun artıq pay to win olub deyə maraq olub. Boya pasların 90% açılıb, elit pasların da 90% açılıb. Deməli, Panter Rozeti adında bir elit açılıb, bilən varsa neçəncə etdik kommentlərə buyura bilər. Egoların demək olar, hamısı həqiqətən maksdır. Dostum, 10 üzərindən 10, yəni sözüm yoxdur, 10 üzərindən 10.
Azı da Astro sevdirsən, təşəkkür edəməzdim. Gəl boya paslara baxaq. Bir dənə boya pasası var, maybe yox, problem yoxdur. Tırpan desenindən əladır. Normalda 10 üzərindən 5 verəcəydim tırpan deseninə görə eyni zamanda. Amma sən mən burada profilini reklam elədiyinə görə 10 üzərindən 6 gələr. Keçək növbəti aydınca. F2 Omega adında oyuncumuzdur. 2 level Thompsonu var, 2 level deməli MP40-ı var. Qəşəng düşmə effektin falan var. 10 üzərindən 5 gələr. Keçək növbəti aydınca. Garena 6 çox maraqlıdır. Həqiqətən Garena bunu oxuya bilərmi? Çox maraqlıdır. Boya pasların bəziləri açıqdır, bəziləri isə açıq deyil. Çox böyük ehtimal dostumuz zövqə görə açır boya pasları. Drakon AK var. Deməli 10 üzərindən 9 dostum. Yadımdan artıq nəsə qəşəng hesabdır. Keçək növbəti aydınca. Uşaqlar admin hesabı. Bunu qapaq şəklində yerləşdirərəm. Çox maraqlıdır. Bu bizim serverlərdir. Bunu yoxlayaq uşaqlar. Gəlin yoxlayaq. Buradan dostluq ataraq yoxlaya bilərik. Bəli. Təbii ki də fərqli bölgədəndir. Admin hesabda və fərqli bölgədən deyə çox böyük ehtimal bu bizim dostumuzun atdığı ID ola bilməz. Ona görə də dostum buna puan verməyəcəm. Amma qəşəng hesabdır. Qəşəng hesabdır həqiqətən də. Kaş ki məndə də olardı. Dolmanı açılan, yerlimsən bu arada. Deməli, bir dənə boya pas açılıb. Siber Arlar rozeti neçəncə etdi bilən varsa kommentlərə yaza bilər. Qaragöz var, əla dostum. Neçə verək? 10 üzərindən 6 gələr. Keçək növbəti aydınca. Qəşəng hesabım var dostum, bəyəndim. Əla, kombinin də super. Bütün mələk şalvarlar var. Əla dostum, çox heç baxmadan, boya paslara belə baxmadan rahat 10 üzərindən 10 verərəm. Keçək növbəti aydınca. Dostumuz arxa oyuncu axtarır. Mənim əslində vaxtım olsa yaxşı arxa oynaya bilirəm. Ağılla. Eyni zamanda gücsüz oynasam da ağılla oynayıram ən azından, taktika ilə. Belə imkanım olsa problemi yoxdur. Vaxt eləyəndə oynaya bilərik bir yerdən. 2 ədəd yumruq deseni var. Bu arada uşaqlar bu yumruq deseni ilk dəfə görürəm bu arada. İlk dəfədir həqiqətən. Belə bir, nə bilim, heç Garena belə bir yumruq deseni gətirmişdi. Nə bilim valla. Heç görməmişəm. 3 ədəd mələk şalvarı var, pis deyil. Nəysə baxaq burada boya paslara. Bəziləri açılır. Yəni burada dostumuz yenə zövqə görə açır boya pası. Eyb yox, qəşəng hesablamam. 10 üzərindən 8 verərəm. Keçək növbəti aydınca. Bu yumruq deseni qəşəng dostum. Bir ədəd Evon var. Profil heç nə qoymamısan demək olar. Ona görə ancaq burada gördüklərimə uyğun xal verəcəm. 10 üzərindən 6 gələr. Keçək növbəti aydınca. Zenix adında oyuncumuzda boya paslarına sürətli bir şeydə baxaq. Çox boya pas açılmayıb. Neçə verək uşaqlar? Divar deseni falan var. Paltarlarını düzüb buram. 10 üzərindən 5 gələr. Keçək növbəti aydınca. Aha, burada da dostumuz bəzi elitlərə, daha doğrusu boya pasları açıb. Neçə verək uşaqlar? 10 üzərindən 6 gələr. Keçək növbəti aydınca. Əla old ifadələrim var, ağ saç falan, qəşəng dostum. Əla, prosta Evon yoxdur. Amma göy şalvarı nə idi? Mələk şalvarı və eyni zamanda göy ayaqqabım da var. Qəşəng, pis deyil. Əla. 10 üzərindən 9 gələr. Keçək növbəti aydınca. 30 gün öncə oynayıb dostumuz. Sonra necə oyunun başını buraxmısan. Əla, bax bu da var, bu dəyərlidir. Bu da olddur, dəyərlidir. Qəşəng dostum. 10 üzərindən 6 verərəm. Keçək növbəti aydınca. Bəli, dostumuz profildə çox gözəl bir söz yazıb. Deməli, 3 səviyyə qrozası var, qəşəng. Boya paslara baxaq, bir dənəsi açılıb. Niyəsə hamı axır vaxtlar sonuncu boya pası açdığını çox görürəm. Əla, qanunsuz profilində var. Qəşəng hesab dostum. 10 üzərindən 7 gələr. Keçək növbəti aydınca. Profil, deməli 7 ədəd boya pas dönəmində oynayıb dostumuz. Əla, pis deyil. Neçə verək uşaqlar? 10 üzərindən 5 gələr. Və bəli dostlar, bir dəfəki videomuzda da bu qədər, ümid edirəm bəyəndiyiniz bir video olmuşdur. Kim ki hələ də öz ID'sini videolarda görmürsə, yenidən bu videonun rəy qisminə yaza bilər. Məmnuniyyətlə növbəti videolarda çalışacağam ki, puanlayım. Bu tip uzun serilərin davamının gəlməsini istəyirsinizsə, bu videoya ən az 300 like gəlsin dostlar. Bəlkə də hər 3 videodan bir uzun serilər gələcək. Məsələn, 3 video üçün hər videoda 30 ədəd ID puanlayacağam. Amma hər 3 videodan sonra atdığınız bütün ID-ləri puanlayacağam. Nəysə, bu dəfəki videomuzda da bu qədər. Kanala abunə olub videoya like atmağı unutmayın. Sağ olun, salamat qalın.